23 mart 2026-cı ildir və həftənin bazar ertəsi gündə dəyərli izləyicilər, Müdafiə Nazirliyi xəbərdarlıq edib. Azərbaycan ordusu PUA-ları ilə təlim məşq uçuşları həyata keçirəcək. 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-cü, yəni bugün saat 16 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim məşq uçuşları həyata keçiriləcək. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib və bildirilib ki, səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını da diqqətə çatdırırıq. Yəni artıq bu saatlarda bu uçuşlar həyata keçirilib, təlim məşq uçuşları, bundan bağlı görüntülər yayanlardır. Eyni zamanda bunu panika kimi cəmiyyətə təqdim edənlər də bilsinlər ki, Müdafiə Nazirliyi deyir ki, Azərbaycan ordusu PUA-ları ilə təlim məşq uçuşları həyata keçirir və ona görə də bunu hansısa bir təhlükə kimi qələmə vermək doğru deyil, dəyərli izləyicilər.